Salam, hər vaxtınız xeyir olsun. Bugün kəmiyyət bildirən sözlər haqqında qısa məlumat verəcəm. Uşaqlara adətən cədvəl şəklində öyrətməyi rahat bilirəm, yəni öyrənmək daha asandır deyə cədvəl şəklində tərtib edirəm. Əsasən 4 kəmiyyət bildirən sözə müraciət etmişəm bugün. Ən çox işlənənlər many, much, few, a few, little və a little sözləridir. Sayılan isimlərlə, əgər çox-çoxlu demək istəyiriksə, many işlədəcəyik. Əgər sayılmayan isimlərlə çox-çoxlu demək istəyiriksə, hansı isimlərin qarşısında, onda muchdan istifadə olunar. Az-azca isə sayılan isimlər üçün a few, few, sayılmayan isimlər üçün isə a little və little istifadə edə bilərik. A little artiklesız variantında başqa bir videoda izahım verərəm. Nümunələr də yazmışam. Many eggs. Gördüyümüz kimi eggs yumurta sayıla biləndir. Many ilə işlətdik, cəmdədir. Many ilə few ilə işlənən isimlər həmişə cəmdə olurlar. Much water deyirik. Niyə görə? Çünki water su sayıla bilməyən isimdir. Few students. Yəni də gördüyümüz kimi few ilə işləndiyinə görə students həm sayılır. Sayıldığına görə cəmdə işlədirik. Little bread. Bread çörəkdir, sayılmır. Onu biz little ilə işlədirik.